Əziz dostlar, Goldcast 777 avtosalonundan mən çox danışmışam və bir neçə vətəndaş problemi də orada həllini tapıb. Bugün isə bu yayıma çıxmamın səbəbkarı birinci qrup əlil Rızayev Şükran Namaz oğlunun telefonda ağlaması olub, dəyərli dostlar. Niyə ağladı, nələr dedi mənə, onu sizə deyəcəm, əziz dostlar. Çıxamıram bu ayaqla. Mən haqqımı nətər deyirlər. Mən Elşən müəllimlə Namik bəyə səslənirəm. Sizdən çox xahiş edirəm, mənim haqqımı yemin. Göydə Allah var. Namik bəyin qardaşı Elşən bəy, siz məndən görüşəndə söz verdiniz ki, kimin də problemi həll olmasa, bu birinci qrup əlil Rızayev Şükran Namazoğlunun problemi həll olacaq. Niyə həll olmadı? Niyə yalan danışdınız? Bəs siz mənə sərvətlərinizi sayırdınız. Bəs siz mənə dediniz ki, filan rayonun yarısı bizim, filan yerdə restoranımız, filan yerdə digər əmlaklarımız. Bəs vətəndaşın ahını niyə götürürsünüz üzərinizə? Namik bəyin haqqında danışdınız mənə. Dediniz ki, mənim qardaşım Namik bəy humanist adamdır. Belə insanlara qayğı göstərir, diqqət göstərir. Bu qədər əmlak saydım mənə. Bu qədər əmlaka sahib olan insan birinci qrup əlinin ayağı olmayan adamın pulunu necə yiyə bilər? Niyə vermirsiniz Rızayev Şükran Namazoğlunun pulunu, əziz dostum? Bəzən dostlar yazırlar mənə, bu qədər özbaşınalığı olan bir salona hansısa hüquq mühafizə orqanlarından, rəhbərlərindən, digər şəxslərindən himayədarlıq edir. Mən buradan tam məsuliyyətlə deyirəm. Goldcast 777 avtosalonuna mənim araşdırmalarım göstərib ki, heç bir hüquq mühafizə orqanlarının əməkdaşları himayədarlıq eləmir. Yalan danışırlar, tam yalan məlumatdır. Çoxsaylı müraciətlər gəlir mənə. 20 nəfər, 30 nəfər mənə müraciət göndərib. Mən araşdırmalara başlamışam, araşdıracam. Burada nə baş verir, bunlar kimə arxayındılar, nəyə arxayındılar, ondan ayrıca danışacam, dəyərli dostlar. Goldcast 777 avtosalonunun rəhbəri Namik bəy, Elşən bəy, sizə müraciət edirəm. Adamları bundan artıq incitmək olmaz. 5 nəfərin, 10 nəfərin problemini həll etmişsiniz. Yerdə qalan onlarla burada vətəndaş video müraciət göndərib. Mən də onun böyük əksəriyyətini sizə göndərirəm. Həll eləyin cəmaatın problemini. Belə, dəyərli dostlar, daha bir yayımın sonuna gəldik. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.